Salam. Bugünkü videoda notebook elem hakkında məlumat verəcəm. Hansı ki, bu proqramdan nə üçün istifadə edə bilərik, notebook elemdə hansı əmrlər nə işə yarayır və s. İlk öncə notebook elemə giriş etməliyik. Bunun üçün Google üzərindən, baxın vurğulayıram Google üzərindən qeyd edirik notebook elem və açılan ilk sayta daxil oluruq. Belə bir işarəsi var. Gəlirik notebook elemə. Aha. Və burada notebook elemiz sınayıb. Daxil oluruq. İndi məndə Google hesabı var deyə avtomatik keçid eləyir. Əgər ilk dəfə siz daxil olursunuzsa, sizdən qeydiyyat tələb eləyəcək. Hansı ki, aktiv bir mail postunuzu, parolunuzu qeyd edə bilərsiniz və yaxud da elə Google üzərindən də keçid etməyiniz mümkündür. İndi yeni bloknot yaradıram. Bu isə əvvəl yəni hansı mövzuda istifadə etmişəmsə notebook elemi yaddaşda qalır. İstəsək təbii ki, bunları da silə bilərik və yaxud da adını dəyişə bilərik. İndi mən yeni bir bloknot yaradıram. Plusa daxil oldum. Yeni bir səhifə açılacaq. Aha, belə bir səhifə açılır. Burada bizə yəni hansı materialı istəyiriksə yerləşdirməyimiz üçün belə bir pəncərə qeyd olunub. İstəsək, kompüterin yaddaşından da hər hansı bir sənədi yükləyə bilərik və yaxud da YouTube-da hər hansı bir video varsa onu da yükləyə bilərik və yaxud da diskin yaddaşında hər hansı bir materialımız varsa, eyni zamanda nə isə kopyalamışıqsa, kopyalanmış mətndən istifadə ediriksə, bu formatda da mümkündür. İndi mən bunu çıxıram X-dən. Ümumi görünüş bu formatdadır. Sol tərəfdə mənbələrə əlavə edirik. Hansı ki, bayaq ilk açılan anda həmin pəncərə ekranda var idi, ekrana gəlmişdi. Mənbələrə əlavə etdən, misal üçün mən kompüterin yaddaşında olan bir sənəd üzərində işləmək istəyirəm. Faylları yükləyinə daxil oluram və burada həmin sənədi seçirəm. Deyək ki, buradan dərs prosesində süni intellektli inteqrasiya. Bunu seçdim, avtomatik yüklənir. Solda istədiyiniz qədər mənbə əlavə edə bilərsiniz. Misal üçün, yenə əlavə bir mənbə əlavə edə bilərəm. Deyək ki, internetdən istəyirəm ki, bu süni intellektlə bağlı məlumat tapsın, yerləşdirsin. Adını qeyd etməyiniz kifayətdir, avtomatik sizə göstərəcək. İndi ona aid də nümunə göstərərəm. Yəni, istənilən qədər mənbə əlavə etməyiniz mümkündür. Mənbələrin hər biri burada görünəcək. Hansını istəməsəz, belə bir 3 nöqtə var. Daxil olursunuz, buradan mənbəni silə bilərsiniz və yaxud da eyni qaydada bilərsiniz. Biz sol tərəfə hansı mənbəni əlavə etmişiksə, ortada, chat hissəsində həmin əlavə etdiyimiz material haqqında bizə xülasə verir, məlumat verir. Yəni, bizim bu təqdim etdiyimiz, bizim bura yerləşdirdiyimiz materialın içərisində nələrdən bəhs olunur? Qısa ümumi xülasəni göstərir, ümumiləşdirib yazır. Bunu qeyd edeyim ki, əlavə məlumat yazmır. Biz sənədə nə haqda məlumat yerləşdirmişiksə, məlumatı necə yerləşdirmişiksə, həmin məlumatlar görünür chat hissədə. Yəni, əlavə özündən heç bir məlumat yerləşdirmir. Hər hansı bir sözü sinonimlə əvəz edə bilər, cümlələri ümumiləşdirilmiş şəkildə yaza bilər, amma qeyri-adi nəsə əlavəsi olmur. Misal üçün, ChatGPT-də, Gemini-də və s. kimi süni intellekt proqramlarında, alətlərində biz hər hansı bir mövzu haqqında axtarış vurduqda bizə n sayda məlumat göstərir. Amma bu isə bunun ondan fərqi isə notebook elemin. Biz hansı materialı yerləşdirmişiksə, bu orta hissədə onun içərisindəki məlumatlardan verir. Misal üçün, mən burada materialı yerləşdirdim. İndi istəyirəm ki, burada zaten xülasə yazılıb. Xülasə yox, əlavə bu materiala aid, misal üçün, mənim suallarım var, həmin suallara cavab versin. Əlavə burada sualımızı da qeyd edə bilərik və yaxud da hazır özü bir neçə dənə sual nümunəsi göstərir. Misal üçün, deyək ki, interaktiv dərs modellərində müəllimin rolu necə dəyişir? Yəni, bu sualın cavabı bu materialın içərisində var. Sualı ona görə yerləşdirib, mən sualın üzərinə vurduqda avtomatik həmin sualın cavabını bu PDF-in içərisindən verir. Yəni, əlavə internetdən heç bir məlumat vermir. Mən nə yerləşdirmişəmsə, ona əsasən məlumatları ümumiləşdirib yazır. Baxın, ümumiləşdirib yazdı bu şəkildə. Həmin sualın cavabı. Misal üçün, mən deyə bilərəm ki, burada başqa bir sual verirəm. Yazdım. Layihə əsaslı öyrənmə nədir?
Mənə cavabı sırf yerləşdirdiyim materialın içərisinə əsasən verəcək. Yəni mən hansı formatda yazmışamsa, ona uyğun. Ola bilsin mən əgər materialın içində səhv yazmışamsa, təbii ki, o səhvi mənə göstərəcək. Ona görə mütləq yerləşdirdiyimiz materialın içərisindən əmin olmalıyıq. Burada baxın, avtomatik mən sual yazdım. Layihə əsaslı öyrənmə nədir? Mənim yerləşdirdiyim materialın içərisindən bu mövzuya uyğun mənə məlumatları sistemləşdirib göstərdi. Mən bunu istəsəm qeyddə yadda da saxlaya bilərəm. Qeyddə yadda saxlayını vurduqda avtomatik bura yüklənir. Məsələn, mən bunun üzərinə daxil olsam, avtomatik burada yaddaşda qalmış olur. İstəsək biz bunu yükləyə bilərik. Baxın, burada yenə 3 nöqtə var. Gəlirəm bura, deyirəm ki, sənədi eksport edin. Bura daxil olduqda avtomatik həmin materialı, sırf mənim yazdığım sualın cavabını sənəd şəklində yükləyir. Baxın, bu şəkildə. Bunu sonra istifadə edə bilərik. İndi dedik ki, burada ümumi xülasəni yazdı, istədiyimiz sualları veririk, cavablayacaq mövzuya əsasən. İndi gələk sağ tərəfdə studiya hissəsində. Biz nə edə bilərik? Yerləşdirdiyimiz materiala aid video hazırlaya bilərik. Yəni video icmalı. Yəni bunun da təbii ki, müxtəlif formaları var. O bizdən asılıdır. Birbaşa videonun üzərinə vursaz, ola bilsin ki, video yüklənməyə başlansın. Yaxşısı budur, burada menü işarəsi var, üçbucaq. Gəlirik bura, yəni özümüz əlavə qeydlərimizi edirik burada. İlkin, izah videosu yoxsa xülasə? Xülasə sadəcə qısa icmal kimidir. Adətən biz izah videosu edirik ki, şagirdlər üçün, tələbələr üçün də maraqlı olsun. Yəni bu mövzu ilə bağlı bir izah videosu hazırlayacaq. Dili seçirəm, hansı dildə hazırlasın. İstəsəz ingilis dilində də hazırlada bilərsiniz, rus dilində də və yaxud da hər hansı bir dildə. Buradan seçirsiniz. Və aşağıda videoda şəkillər hansı üslubda olsun. Misal üçün, avtomatiki seçəndə özü mövzuya uyğun seçir təxmini. Seçə bilərəm, tutaq ki, anime formasında, akvarel formasında, retroçap formasında və s. Anime şagirdlərə daha maraqlı olur. Məsələn, burada mən animeni seçirəm ki, videoda vizual görüntü şəkillər anime ilə olsun. Və burada nəyə fokuslanmalıdır? Videoda ən çox nə olmalıdır? Misal üçün, interaktiv metodlar haqqında mı, fərdləşdirilmiş təlim haqqında mı, müəllim üçün bələdçi rolunu oynayan, orada belə deyim, bir sıra məlumatlar var, o haqqda mı? Burada istəniləni qeyd edə bilərsiniz. Misal üçün, mən deyirəm ki, interaktiv metodlar şəklində olsun. Bunu qeyd etdim və yaradına daxil oluram. Avtomatik videomuz hazırlanacaq. Hazır olanda burada görəcəyik. Sonra, audio icmal var. Bu elə bir ki, səsli şəkildə həmin mövzu haqqında məlumatı bizə verir. Hansı ki, yerləşdirmişik burada sənəd, onu səsli şəkildə bizə ötürür. Buradan seçə bilərik. Ətraflı təhlil formasında səslənsin, yoxsa qısa xülasə mi versin, debat şəklində mi olsun və necə? Yəni, fərq yoxdur. Hansı formatda istəyirsinizsə birini seçirik və misal üçün deyək ki, bu müddət qısa olsun. Yenə dili seçirik və nəyə fokuslanmalıdır? Misal üçün deyək ki, əsas praktiki tətbiqə, yəni bu mövzu ilə bağlı praktiki tətbiqə fokuslanıb o şəkildə səs hazırlasın bizə. Daha çox praktika ilə əlaqəli seçdim və yaradını vurdum. İndi səs yüklənəcək, səs hazırlanacaq. Sonra gəldi slayd dəsti. Demək olar ki, ən yaxşı slaydı hazırlayan, prezentasiya hazırlayan notebook elmdir. Qammada var, misal üçün ChatGPT-nin özü də hazırlayır. Magnet School-da da var təqdimat hazırlamaq, Canva-da da var, Qammada da var, Canva-da da var. Amma notebook elm daha belə deyim, mükəmməl şəkildə, daha göstərişli hazırlayır. Hələ ki, notebook elmin önündə olan elə bir süni intellekt proqramı yoxdur. Amma mütləq biz təqdimatları düzgün verməliyik. Yəni, hansı formada hazırlasın, necə? Əgər təbii ki, öz başına buraxsaq, məsələn, mən slayd dəsti yarat, bunun üzərinə vurdum. Vursam, heç nə buradan seçməsəm, birbaşa yaradını vursam, özü mövzuya uyğun slayd hazırlayacaq. Amma bilmirəm necə olacaq. Amma yaxşısı budur ki, biz mütləq qeydlərimizi eləyək. Misal üçün, burada yaza bilərik ki, mövzuya uyğun arxa fon olsun və yaxud da hər səhifədə tutaq ki, adımız, soyadımız, deyək ki, Maya Quliyeva yazılsın hər səhifənin aşağı hissəsində. Sonra yazılar, məsələn, daha kiçik yazılsın, böyükmü yazılsın, hansı tip şəkillər olsun, yəni istənilən qeydi yaza bilərsiniz. Məsəl üçün, mən həmişə yazıram ki, hər başlığı yeni slaydda yaz, yəni daha aydın şəkildə olsun. İndi qeyd eləyəcəm burada. Hər başlığı yeni slaydda yaz.
Mövzuya uyğun. Misal üçün yaza bilərsiniz ki, ibtidai sinif şagirdləri üçün hazırlasın və yaxud universitet tələbələri üçün hazırlasın, ona uyğun şəkilləri özü seçir. Yazdım. Bu mənim üçün əlavə qeydlər idi. Bunu yazdım, yaradını vurdum. İndi yenə iki tip slayt hazırlayacaq. Birini sırf biz qeyd etdiyimiz şərtlərə əsasən, birini də özü standart. Sonra zehin xəritəsi var. Bunu avtomatik hazırlayır. Mövzunu sistemli şəkildə zehin xəritəsi formatına salır. İndi bu da yüklənsin. Zehin xəritəsi hazır oldu. Bu test hazır olur. İndi zehin xəritəsinin üzərinə vurdum. Baxın, göstərir. Dərs prosesində süni intellekt inteqrasiyası. Süni intellekt ilə fərdləşdirilmiş təlim, interaktiv dərs modelləri, layihə əsaslı öyrənmə, şagird motivasiyası, differensiallaşdırılmış tədris. Bu alt başlıqlardır. İndi mən sizə materialda göstərirəm. Orada hər biri ayrı-ayrılıqda qeyd olunmuşdu. İndi ailə fərdləşdirilmiş təlim bu haqda, yəni bununla bağlı nələrdən danışır? Materialda göstərir nəzər əsasları, mexanizmləri, risk və etikanı. Sonra nəzər əsasları, hansı nəzər əsasları var, onu göstərir. Sonra mexanizm hansı formadadır. Sonra risk və etika. Yəni bu sırf, baxın bunlar hər biri süni intellekt ilə fərdləşdirilmiş təlim. Bununla bağlı olan mövzuya aid. Onu sistemli şəkildə özü kateqoriyalara ayırır. İstədiyiniz birini açıb daha geniş tanış ola bilərsiniz. Misal üçün, interaktiv dərs modelləri hansı rollardan ibarətdir? Rollar olaraq şagird və müəllim. Sonra süni intellekt vasitələri hansılardır? Yenə bunu bölür. Misal, virtual chatbotlardır, simulyasiyalardır, air və ya laboratoriyalardır, canlı rəy sistemləri və s. Sonra, misal üçün, deyək ki, layihə əsaslı öyrənmə. Yəni, layihə əsaslı öyrənmə hissəsində material nədən bəhs olunur? Bunun metodologiyasını verir, nələrdən danışılır və süni intellekt dəstəyi, süni intellektin layihə əsaslı öyrənməyə belə deyim, nə kimi təsir var, necə istifadə olunur və s. Bu haqda ümumi məlumat. Bu sistemləşdirir. Bu əslində biz dərsin sonunda adətən yekun ümumiləşdirmə mərhələsində istifadə edirik ki, misal üçün, hər hansı bir mövzunu şagirdlərə, tələbələrə izah etdikdən sonra ən sonda bir ümumiləşdirmə aparılır ki, biz bugün nələri öyrəndik, nə nəyə aiddir və s. O zaman zehin xəritəsindən istifadə olunur. Bu zehin xəritəsini burada hazırlaya bilərik. Sonra hesabatlar və öyrədici kartlar. Gəlin bunları axıra saxlayaq. Birinci quiz. Quizdə suallar hazırlayır, testlər hazırlayır. Misal üçün, asan mı olsun, orta mı olsun, çətin mi olsun? Deyək ki, orta. Sual sayı götürək daha az. Nə ilə bağlı olmalıdır? Bunu da istəsəz əlavə özünüz qeyd edə bilərsiniz ki, misal üçün, burada sırf şagirdin motivasiyasına aid olsun. Təbii ki, mövzunun içərisində qeyd edirsiniz onu. Və yaxud da deyək ki, fərdləşdirilmiş təlim haqqında olsun, layihə əsaslı öyrənmə haqqında olsun. Onu özünüz qeydi göstərə bilərsiniz. Sonra misal üçün yaza bilərsiniz ki, 20 sualdan ibarət olsun. Yəni əlavə nə qeydiniz varsa quizlə bağlı qeyd etməyiniz mümkündür. Yaradına daxil olursunuz, avtomatik indi quizimiz də hazırlanacaq. Sonra infoqrafiya var. Bu bir növ post kimi, yəni bir vərəqin üzərində yazılarla şəkillənən ibarət ümumi bu PDF-i əhatə edir, mühazirəni əhatə edir. Yenə seçirəm hansı dildə hazırlasın. Vərəqin səmtini müəyyən edirəm. Misal üçün, deyək ki, elə landşaft olsun. Yenə şəkil seçirəm, hansı formada olsun. Deyək ki, elmi formada və məlumat səviyyəsi necə olsun. Ətraflı yazsaq, elə bir ki, hər başlıq haqqında əlavə məlumatlar hər birini qeyd edəcək. Standart da yaza bilərik, əsas hissələri yazsın ancaq və yaxud da qısa da qeyd edə bilərik ki, ancaq əsas başlıqları yazsın. Və burada əlavə qeydinizdə yenə qeyd edə bilərsiniz ki, misal üçün, arxa fon hansı rəng tonunda olsun, hansı tip şəkillər olsun, şəkillər misal üçün necə olsun. Misal üçün, qeyd edə bilərsiniz ki, insan tipli şəkillər olmasın, yəni ancaq fiqurlarla filan əvəz eləsin mövzunu və yaxud da təbiətlə əlaqələndirsin. Yəni, sizə necə rahatdır, necə istəyirsinizsə öz ideyanızı verə bilərsiniz. Onu da nəzərdə saxlayıb ona əsasən hazırlayacaq. Bu da hazırlamağa getdi. İndi, baxın, bizdə nə qaldı burada? Data cədvəlində deyək.
Data cədvəli yenə burada nəyin cədvəlinin hazırlanmasını istəyirik. Misal üçün deyək ki, layihə əsaslı öyrənmə. Bunu yazdıq. İndi bunun cədvəlini hazırlayacaq biz. İndi gəlin bir-bir nələr hazırdırsa onlara baxaq. İlk öncə burada quizimiz hazırdır. Gəldik bura. Baxın göstərir. 5 dənə sualdan, çünki biz yazmışdıq ki, sual sayı az olsun. Sualı göstərir, burada cavab variantları verir. Hətta ipucu da göstərir bizə. İndi tutaq ki, hər hansı bir cavabı seçirəm. Seçdim. Baxın, gördük ki, göstərir ki, dəqiq deyil. Yəni, C variantını mən təxmin seçdim. Deyir ki, düzgün deyil. Düzgün olan D variantı. Burada da hətta izahını verir. Mən təxmini cavab seçirəm. Baxın, bu şəkildə mütləq cavabları seçirəm. Aha, bu düz cavabdır. Növbəti yenə sual verir. Buna uyğun cavabları seçirik. İndi sonunda bizə nəticəni göstərəcək. Aha, növbətini vurduq. Burada sonuncu suala da cavab deyək. Aha, və burada bizə göstərir ki, neçə yanlış, neçə doğru, hansı mövzuları əhatə eləyirdi. Burada bizə məlumat verir. İndi yenə bir quiz yarada bilərik. İstənilən mövzunu burada alt başlığı seçirik. Həmin mövzu ilə bağlı, alt başlıqla bağlı yenə quiz yaradılacaq. Quizi yenidən də başlada bilərik, nəzərdə keçirə bilərik. Nəzər keçirib vuranda yenə başdan başlayır və biz hansını səhv etmişik, hansını düz yenə nəzər keçirə bilərik. Bunu baxaq. Sonra infoqrafiya da hazırdır. Buna baxaq. Bu dedik ki, şəkil. Yəni bir şəklin üzərində ümumi başlıqları qeyd edir, yazır. Baxın, bir dənə şəkildə ümumi, mövzuya uyğun şəkillər, başlıqlara uyğun yazılar burada göstərir. Post kimi. Sonra bu infoqrafiyaydı açdığım. Cədvəlimiz də hazırdır. Layihə əsasında öyrənməyə aid demişdik cədvəlləsin. Həmin mövzu ilə bağlı bizə cədvəl hazırlayır. Nəzərə əsaslar və müəlliflər kimdir? Bu layihə əsaslı öyrənmə ilə bağlı əsas xüsusiyyəti nələrdir? Süni intellektin rolu, funksiyası nədir? İnkişaf etdirilən bacarıqlar hansılardır? Layihə əsaslı öyrənmədə akademik üstünlüklər nələrdir? Tətbiq olunan alətlər, texnologiyalar hansılardır? Müəllimin rolu nədir? Mənbə də bir, yəni hansı materialdan götürüb, bizdə zaten bir dənə mənbə var, onu qeyd edib. Siz hansı başlığı yazırsınızsa, ona uyğun sizə cədvəl şəklində qısa, konkret sistemləşdirir. Misal üçün, mən orada qeyd elədim ki, layihə əsaslı öyrənmə. Siz yaza bilərsiniz ki, bütün mövzunu əhatə eləsin. Yəni, sizə necə rahatdırsa, onu qeyd edə bilərsiniz. İndi slaydlarımız, video və səs. Bunlar da yüklənsin, bunlara da baxaq. Sonra burada qaldı hesabatlar və öyrədici kartlar. Gələk hesabatlara. Yenə istənilən formatı seçə bilərsiniz. Bir də aşağı hissə yüklənsin bir dənə. Arxa fonda slaydlar, videolar yüklənir deyə biraz gec açılır bunlar. Misal üçün deyirəm ki, nəzəri hissəyə aid olsun, nəzəri icma. Vurdum. İndi ona aid hesabat yaradacaq, yəni yaratsın. Sonra öyrədici kartlar da var. Gəlirəm öyrədici kartlara. Bu da yenə test kimidir. Amma quizdə məsələn cavab variantları var idi. Burada cavab variantları yoxdur. Yenə deyirəm ki, az olsun, yəni tez müddətdə hazırlasın deyə. Çətin qeyd eləyək. Mövzu nə ilə bağlı olsun, heç nə yazmaya da bilərsiniz. Onda ümumi hamısını əhatə eləyəcək və yaxud da hər hansı bir yenə başlığı yaza bilərsiniz yerləşdirdiyiniz materialdan. Yaradını vurdum. İndi öyrədici kartları da yaratsın. İndi bunların hər biri yüklənsin, sonra baxaq.
Aha, hazır oldu təqdimatlarımız. Ee, İndi birinci təqdimata baxaq. İndi bunu açaq slideshow şəklində. Bir vərəqləri çevirirəm. Ümumi mövzuya uyğun bizə təqdimat hazırladı. Bu öz hazırladığıdır. Hansı ki, heç bir qeydiyyat yazmamışdıq ki, yəni hansı formada hazırla. İndi bir də biz orada iki dənə təqdimat vermişdik də. Birində də yazmışdıq ki, arxa fonu mövzuya uyğun şəkillər olsun, maraqlı şəkildə və s. İndi ona baxaq görək o necədir. Baxın, bu sadə formada. İndi çıxdıq. Bunu yükləmək istəyəndə gəlirsiniz yenə 3 nöqtə. PowerPoint-də də yükləyə bilərsiniz, PDF-də də yükləyə bilərsiniz. PowerPoint-də yükləyəndə təbii ki, üzərinə dəyişiklik eləmək olmur. Amma yenə əlavə vərəq falan artırıb başqa öz qeydlərinizi yaza bilərsiniz. Bu bir təqdimatımız. Buna baxdıq. Sonra digərinə baxaq indi. İkinci təqdimat hansı ki biz demişdik ki, arxa fon mövzuya uyğun şəkillər olsun. Baxın, bu daha maraqlıdır. Mütləq ona görə öz qeydlərinizi eləyin. Düzdür, süni intellekt çox yaxşıdır, köməyimizə yarayır, yəni demək olar ki, hər şeyi edir. Amma burada sizin özünüzün də bacarığınız olmalıdır, özünüzün də ideyanız olmalıdır ki, daha möhtəşəm bir, belə deyim, iş ortaya gəlsin, ərsəyə gəlsin. Amma mövzuya uyğun arxa fon maraqlı verdi, əyləncəli. Bayaqkına nisbətən baxın, bu daha canlı görünür, interaktiv formada görünür. Həm hər başlıq yeni bir slaydda başlayır, çünki qeyd etmişdik, həm də mövzuya uyğun arxa fon və şəkillər var. Bu şəkildə. Buna da baxdıq. Sonra bu da biz dedik ki, quizin başqa bir variantıydı. Yoxlama xarakterli suallar. Bu artıq amma açıq suallardır. Burada sual verir, sizə cavaba baxa bilərik. Cavab nədir? Hətta izah da edir cavabı. İzah edinə vururuq. Burada sol tərəfdə həmin mövzu ilə bağlı izah edir. İzah göstərəcək burada. Baxın, yazdı. Ətraflı izahı göstərir. Burada bu açıq suallardan istifadə edə bilərsiniz. Məsələn, bilet hazırlayanda filan. Bu öyrədici kartları idi. Bir də hesabat biz hazırlamışdıq. Gəlin hesabata da baxaq. Hesabatda nədir? Mövzuya uyğun özü başlıq yerləşdirir və hər başlığa aid də material sistemli şəkildə yazır. Və başlıqları da bilirsiniz necə? Elə bir ki, daha fərqli adlar qoyur, daha maraqlı, əyləncəli. Bu şəkildə. Bir növ elə bir ki, mühazirənin biraz yazı formatını dəyişir. Sonra video hazırlanır, təqdimatlara baxdıq, cədvələ baxdıq. Səslə video qaldı. İndi gəlin səsə də baxaq. Sən yəqin ki, məktəb illərini xatırlayırsan. Yəni bir sinifdə tutaq ki, 30 şagird var və hamı eyni dərslikdən eyni sürətlə oxumağa çalışır. Hə, sanki təhsil bir növ konveyer lenti idi. Dəqiq. Bəziləri üçün bu çox sıxıcıdır, digərləri isə ümumiyyətlə mövzudan qopur. Standartlaşdırılmış bir proses. Amma bugün biz bu ənənəvi modelin necə dağıldığını dərindən araşdırırıq. Mənbələrimizə əsasən dərslərdə süni intellektin, yəni AI-in tədrisi sənin üçün necə fərdləşdirdiyinə baxacağız. Yəni biz artıq sadəcə kiməsə quru məlumat ötürmürük. Süni intellektin sinifə gəlməsi təlimi tamamilə adaptiv edir. Mənbələriniz burada iki konkret addımı xüsusi vurğulayır. Adaptiv təlimin tətbiqi və interaktiv layihələrin qurulması.
Bu əslində çox maraqlıdır. Dərs materialı sadəcə passiv bir mətn deyil, sanki şagirdlə birlikdə nəfəs alır. Yəni sənin güclü və zəif Biraz dinlətdim. Baxın, biz audio-icmalda birincisini seçmişdik, ətraflı təhlil. Burada qeyd olunur, iki insan, iki hostun mənbələrindəki mövzuları izah etdiyi və əlaqələndirdiyi canlı söhbət budur. Xülasəni seçə bilərsiniz ki, siz mövzu ilə bağlı qısa xülasəni sizə izah eləsin də, yəni mövzunun içəriliyi nədən ibarətdir. Və yaxud da həmçində digərləri. Burada zaten qeyd olunub hansı formada hazırdır. Yəni səsi kim üçün hazırlayacaqsınız? Tələbələr üçünmü, şagirdlər üçünmü, dərsin sonunda mı dilinə edəcəksiniz, dərsin əvvəlindəmi və s. Ona əsasən burada istənilən formatı seçə bilərsiniz və qeyd edə bilərsiniz ki, nəyə əsasən sizə səs hazırlasın mövzu ilə bağlı. Çox da maraqlı, yəni səs video hazırlayır. Yenə yükləmək üçün də yenə 3 nöqtəyə daxil olursunuz. Burada endirinə vurursunuz. Mahnı yerinə, səs yerinə yüklənir. İndi bir dənə videoda yüklənsin, videoya da baxaq. Ümumi demək dedik ki, səs hazırladıq, video, slayd, video, zehin xəritəsi, hesabatlar, hansı ki, mövzu ilə bağlı maraqlı başlıqlarla qısa konspekt şəklində başlıq ayrı-ayrı bizə material şəklində yığır, göstərir sistemli şəkildə. Öyrədici kartlar açıq suallardır. Biletlərdən istifadə edə bilərik dərs zamanı. Quizdir, testdir. İnfoqrafiya dedik ki, bir dənə post kimi şəkilli üzərində yazılardan, başlıqlardan, şəkillərdən ibarət bizə bir forma hazırlayır. Bir də data cədvəli. İstədiyimiz başlığa əsasən bizə cədvəl hazırlaya bilir. İndi gəlin, videomuz da hazırdır. Videoya da baxaq. Hər vaxtınız xeyir. Gəlin bir anlıq düşünək. Əgər bir sinif otağı hər bir şagirdin fərdi ehtiyaclarına, öyrənmə sürətinə uyğunlaşa bilsəydi, təhsil prosesi necə dəyişərdi? Fantastika kimi səslənir, elə deyilmi? Amma bugün süni intellektin bunu artıq reallığa necə çevirdiyini və dərslərin necə inanılmaz dərəcədə interaktiv etdiyini araşdıracağıq. Elə isə başlayaq. İlk olaraq çox sadə bir sual. Sizcə, bir sinifdəki bütün şagirdlər mövzunu eyni sürətlə qavrayır? Cavab əlbəttə ki, yoxdur. Bax, bu sadə həqiqət əslində ənənəvi təhsil modelinin qarşısındakı ən böyük çətinliyi ortaya qoyur. Məhz bu problemə meydan oxumaq üçün təhsilin məqsədini yenidən düşünməliyik. Yəni, 21-ci əsrdə məqsəd sadəcə məlumatı bir başdan digərinə köçürmək deyil. Əsas hədəf tam başqadır. Şagirdlərdə tənqidi düşüncə, problem həlli və yaradıcılıq kimi həyatı bacarıqları formalaşdırmaq. Bu da o demək. Ümumi qısa dinlətdim. Deməli, baxın, mən seçmişdim ki, anime olsun. Baxın, videoda bütün şəkillər anime ilə göstərilib və videoda qeyddə nə yazmışdımsa ona əsasən təqdimatı hazırlayır.